Salam, hər vaxtınız xeyir. Sərfəlamlakin daimi izləyiciləri. Xoş gördük sizi. Mən sizi Hövsanda Zeytun dairəsindən 250-300 metre aralıda düz asfalt yolun üstündə aptekin arxa tərəfindən. Deməli 4 sot yarım torpaq sahəsilə tanış eləməyə gəlmişəm. Torpağımız içində yarım tikili ev də var. Gördüyünüz kimi həyətimizdə meyvə ağacları, tut ağacı, nar ağacı, yəni alça, əncir, bir çox ağaclar var və gül çiçəyi var. Həyətdə, evdə, yəni burada yaşayış olmadığına görə səliqəsizliklə üzr istəyik sizdən. Gördüğünüz baseyni görürsünüz. Bu baseynin falan kadar kıymeti var. Yani kıymet artırmıram. Ev yesini dediğini deyirəm sizə. Deməli burada evin birinci mərtəbəsi tikilib, gördüğünüz kimi qoşa daşla inşa edilib. Torpağı içində inşa edilən evdir bu. Yani yarım tikili evdir də, birinci mərtəbə. Qoşa daşla inşa edilib, görürsünüz. Qıraq divarlar. Orta divar tek daşdı. Gördüğünüz gibi. Evin arkasından rahatlıkla geçme olur. Gördüğünüz gibi. Buyurun bakın. Bu birinci mərtəbədir. İndi proyekti necə götürüb əvvəlki yesi bunu bilmirəm. Buraya yəqin böyük bir zal olar. Birinci mərtəbədə. Burada da yəqin ki böyük bir kuxna stalov olar, belə deyək də. İkinci mərtəbəyə beton plekanlar inşa edilib. Burada sanitar qovşağı inşa edilib. Yəqin hamam tuvaleti də birinci mərtəbəyə salar. Kuxna tərəfdən. Görürsünüz, monolit betonla 1 ilə 2'nin arası. Burada gördüğünüz gibi koşa daşla inşa edilib. Burada ikinci mərtəbədə tikmək olar. Belə də. İkinci mərtəbədə rahat 4 otaq, 1 zal, 3 otaq, 4 otaq, yataq otağı inşa edilmək olar. Yəni sanitar qovşağı da inşa edilmək olar. Kvadratura pozvalət eləyir, yəni imkan verir. Dostlar, bu torpaq sahəsində 4 sot yarım torpaq sahəsinə ev yesi 38.000 AZN deyilir. Real alıcı gəlib söhbət eləsə, söhbət eləyib alıver eləmək olar. Bu arada Sərfəlamlak kanalına abunə olmayı yaddan çıxarmayın ki, lap birinci yeni çıxan videolarla siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Boş torpaq sahələrimiz var mülkiyyət çıxarışla. Bir də kənd təsərrüfatı, daimi istifadə, bir də sənaye rabitə və digər çıxarışlarla, hektarlarla torpaq sahələrimiz var. Gəlin, alın, alver eləyək. Biz də halal pul qazanaq, siz də Allah alana da xeyir versin, satana da. Sağ olun.